Hansısa Moliki çıxardıb orada danışdırmağa ehtiyac yoxdur. Bu Zaur Baxşəliyevdir, Xoşqədəmdir, Toliklərdir. Bunların hamısını yığışdırmaq lazımdır ekranlar. Bəzən oraya elə adamlar çıxardırlar ki, istər-istəməz o cəmaatın tərbiyəsinə pis təsir eləyir. O, elə şeylər var, onu uşaqlar da eşitməməlidir, bilməməlidir. 3 uşağı atıb gedən anan haqqında nə danışmaq olar onu? O kimə misal olur o? Elə şeyləri gizlətmək lazımdır, ayıbdır. Harada var gedir, tapır çıxardırlar elə adam, dəhşətə gəlir adam. O kanallara onları qadağan eləmək lazımdır. Adam ücret eləyir, milləti təhqir eləmək olmaz belə, lazım deyil. Ona görə müəyyən kriteriyalar qoyulmalıdır onlara ki, kimləri bura, bir qabaqcını bir danışdırın, görün bunun danışığı, qabiliyyəti, bu hadisəni çıxartmaq olar mı? Axı başqası da sonra baxır, niyə o elədi, mən deyildim. Bir şeyi əzəvədən bizə işlənir idi, bal, ünlü gündə işdir ya, ayıbdır. Bu verişlərin hamısı bağlanmalıdır, senzura tətbiq olunmalıdır, o TV kanala çıxan hər bir aparıcı yoxlanılmalıdır, onu bütün dediklərinə görə, danışdığına görə məsuliyyət daşımalıdır. Xalqın qarşısına, yəni imici olan adamları çıxarmaq lazımdır. Ümumiyyətlə, mən öz kanallarımızı belə hamı dediyi kimi çıxmasın, çox az baxıram, çünki çox ət dökən mənasız verilişlərdir. Əvvəlki verilişlərə baxmaq istəyərdim. Yaxşı, mənalı diskusiya olan verilişlərə baxmaq istəyərdim. İndi elə yoldan keçən kimsə elə pul tapayan kimi müğənni olur və onları çıxarırlar. Və orada hətta bir dənə aparıcı var, Zaur nə olursa səhv eləyərəm, çünki baxmıram, elə bilirəm. O sadəcə olan küçə söhbəti, iki qadını götürür, qoyur ortalığa, ona deyirsən, buna belə deyir, dava eləyir, dalaşdırır və bununla da veriliş yaradırlar. Çox mənasız və utandırıcı verilişlərimiz var. Onların hamısını bağlayardım, aparıcıların da heç birinə aparıcı kimi veriliş verməzdim. 3-4 nəfər, bilmirəm indi, valla uşaqlarını atanı, ailəsindən ayrılanı çağırırlar verilişə. Onun üstündə aylarla onu mübahisəyə çevirirlər. Bir gün danışırlar, qutarmaq bilmir. Yenə bir həftədən sonra həmən şeyi təkrar edirlər. Təzə bir şey yoxdur. İnsanları qıcıqlandırır. Müğənniləri, mən bu yaşımda onlara baxıram, mərtəb qalıram ki, bunlar necə otururlar, oxuyurlar. Ümumiyyətlə, çox belə açıq-saçıq giyinirlər. Olmaz elə, biz Azərbaycanlıyıq baxır. Azərbaycan kanallarına baxmam. Bir dənə xəbərlərdən vəssalam. Çünki orada bir baxmalı bir şey yoxdur. Heç bir düzgün, doğru bir veriliş yoxdur. Ancaq tərbiyəsizlikdən başqa bir şey yoxdur. Verilişlərin çoxuna baxmıram. Demək olar ki, elə baxmıram mən onlara. Çünki əsəb verir, nervi verir. Xoşum gəlmir. Xoşum gəlmir. Ən çox o Elgizin verilişi. Baxmıram, nə də xoşum da gəlmir. İstəmirəm də heç onlar efirdə verilsin də. Müğənnilərin bir-biri ilə davası, qırğına, söz söhbəti təbii ki, bu verilişlərə görə çox narahatçılıq keçirir. Bizlə bərabər evdə uşaqlarımız da baxır. Narahat olur. Baxmaq istəmirik yəni. Bunlar yığışdırılsa yaxşı olur. Yəni əvvəlki bu mədəniyyət yoxdur. Artıq çox müstəqil deyəndə tamam belə açıqlıq yaranır. Baxanda qıcıq olur adam. Baxmaq istəmirik yəni. Problemlər çox abardırlar, ailə məişət problemlərin, bəlkə də biraz şişirtmə eləyirlər. Yəni hər şey biraz etik normalara uyğun olmalıdır ki, bu uşaqların tərbiyəsi pozulmasın.